Videomu izleyen herkese salamlayıram. Bugün kırmızı kələm salatı hazırlayacağım. Bu salatı dietada olanlar da rahatlıkla istifadə edə bilər. Bir adet kiçik ölçülü kırmızı kələmi nazik uzun sof doğrayıb, üzərinə 1 çay qaşığı duz və 1 xörək qaşığı sirkə töküb, yaxşıca qarışdırıb, əlimlə yüngülcə sıxıram. Ardından yarım qırmızı soğanı samanvari doğrayıb, 2 orta ölçülü kökü sürtgəzdən keçirib, 1 dəstə cəfərini xırda doğrayıb salata əlavə edirəm. 300 qram qaynanmış lobyanı da əlavə edib, yarım limon suyu və 1 xörək qaşığı zeytun yağı töküb, qarışdırıb salata hazır hala gətirirəm. Hazırlayan hamıya nuş olsun. Kanalımı izləyən hər kəsə təşəkkürümü bildirirəm. Növbəti videolarımdan xəbərdar olmaq üçün mütləq zehirli toxunuşlara abunə olun.